Salam hörmətli şagirdlər, biz bu gündən belə bir məsələyə baxırıq. Biz bunun bu məsələni ənənəvi dədə-baba qaydasından yox, fərqli bir yolla xəyali ədəd metodu qaydası ilə işləyəcəyik. İndi gəlin məsələyə baxaq. Məsələdə görə bizə nə deyir? Deyir ki, birinci nasos boş hovuzu 4 saata. Bax, birinci nasos neçə saata? 4 saata. İkinci nasos 6 saata doldurur. İkincisi ise 6 saata doldurur. Deyir, üçüncü nasos ise həmin hovuzu dolu olarkən 8 saata boşalda bilir. Üçüncü ise nə edir burada? 8 saata dolu hovuzu boşalda bilir. Deyir, hər üç nasos birlikdə hovuza qoşulur. Lakin 1 saat sonra birinci nasos xarab olur. Hovuz neçə saata dolar? Biz nə edəcəyik? Hovuza özümüzdən tutum verəcəyik. Xəyali ədəd, yəni elə bir ədəd ki, bax bu verilən saatlara bölünən bir ədəd olsun. Bu da 4, 6, 8'e bölünən ədəd 24. Tutar ki, hovuzun tutumu 24 tondur. Bu zaman nə edəcəyik? Biz hər birinin 1 saatda neçə ton su vurduğunu və yaxud da neçə ton su boşaltdığını tapacağıq. Bu 4 saata birinci nasos 24 ton suyu doldurursa, vurursa hovuza, onda 1 saatte 6 tondur. Digəri ikinci 1 saata 4 ton su doldurur. Üçüncü nasos ise 1 saata 3 ton su boşaldır. Şimdi bunlar ikisi de bir yerde başladılar. Birlikte hovuza qoşuldular. 1 saat işləyirlər, sonra birinci nasos xarab olur. Gəlin görə indi bunlar bu 1 saata hovuza nə qədər su vurmuş olarlar. Onda nə edərik? 6'nın üzərinə 4'ü gələrik, çıxarıq 3'ü. Çünki 3-cü nasos boşaldır. Bu deyilir neçə? 6 ilə 4 10, 3'də çıxanda qalır 7. 7. Deməli biz indi burada nə edək? Qaldı orada 24 tonun 7 tonunu 1 saata doldurdular. Qaldı orada neçə ton? 17 ton. Və bu birinci nasos xarab oldu. Deməli ikinci və üçüncü nasos qaldı. İndi ikinci nasos belə deyək, 1 saatda 4 ton su vururdu. Üçüncü ise 3 ton boşaldırdı. Bəs görün bu neçə saat işləsələr bu qayda ilə bu 17 tonu yerdə qalan 17 tonu dolar. Yəni hovuz tam dolmuş olar. X saat götürürük. Burada da 4'ten 3 çıxanda 1 vuraq x bərabərdir 17'ye. X də bərabərdir 17'ye. Deməli 17 saat işləsələr bu ikinci və üçüncü borular 17 saata o 17'ni doldurmuş olacaqlar. Əvvəlcə də 1 saat işləmişdilər. Üçü bir yerdə 7 tonda su vurmuşdular. Onda cəmi deməli hovuz neçə saata dolur? 18 saata. 18 saata hovuz tam dolmuş olur. Sağ olun.